Herkese salam və kanalıma yeni bir vloqa xoş gəlmisiniz. 2026-cı ildə mən daha da aktiv oldum. Özümdə hiss eləyirəm, o energiyanı hiss eləyirəm. Çalışıram hər gün evdə də çəkim və sizinlə paylaşım. Bilirəm siz də çox sevinirsiniz hər gün video paylaşanda və ona görə sizdən gözəl rəyləri oxuyanda, sizdən belə geri dönüş görəndə onda çox sevinirəm və təzədən başlayıram çoxlu çəkməyə. Və aktiv olmağımı düşməyini istəmirsinizsə, onda yenə də mənim kanalıma dəstəkləyin rəy bölməsinə. Bir söz yazın, söz yoxdursa, onda bir smaylik saxlayın və əlbəttə ki, yanında da bir dənə like qoyun, çünki hər bir elədiyiniz hərəkət mənim videomu qabağa çəkir. Yeni izləyicilərdən isə xahişim var, həmişəki kimi kanalıma dəstək olmaq üçün abunə olun, siz də elə bir rəy saxlayın və like eləməyə unutmayın. Mən yenə də şuba hazırlayıram. Keçən dəfə hazırlamışdım, amma balığım yox idi deyə, daha doğrusu az idi və ona görə içinə ət qatmışdım. Amma bu balıqla olan salatın dadını heç vermədi. Ona görə dedim bu dəfə təzədən eləyim şuba və bu dəfə balıqla eləyim. Qışda turşu o qədər də biz yeyən deyilik, elə də xoşlamırıq. Əslində sevirik, hər axşam süfrəyə qoysam hamı yeyəcək, amma çalışıram az yeyək və ona görə tez-tez salatlar hazırlayıram. Cürbəcür salatlar, beynimə nə düşdüsə başlayıram hər şeyi qarışdırmağa və süfrəyə qoyuram. Çünki günorta yeməyi yeyəndə ya da ki axşam yeməyi yeyəndə yanında nəsə belə atışdırmalı, yüngül bir şey istəyirsən və turşu yeməmək üçün salatlar hazırlayıram. Ən çox köklə göyərti salatı hazırlayıram. Köklə kələm salatı eləyirəm. Cürbəcür beynimə nə düşdüsə, hər şeyi qatıb qarışdırıram və inanın ki, nə qatışdırsan da hamısı salatlar çox qəşəngdir. Bu mayonezi mən çox sevirəm. Slobada smetanlı mayonezdir. Çox heyif ki, hər bir marketdə bunu tapmaq olmur. Ancaq Bravo'da satırlar bunu və biz tərəfdə Bravo olmadığına görə harası gedəndə qabağıma Bravo çıxırsa mütləq 2-3 dənə alıram. Soyuducuya atıram. Sroku uzun müddətli olur deyə, ona görə heç xarab olmur. Həm də ki bizdə qışda bir gündən bir salatlar hazırlayıram deyə bizdə mayonez tez bitir. Bəzi vaxtları zeytun yağından salatları eləyirəm, amma uşaqlar o qədər də xoşlanmırlar və xahiş eləyirlər ki, mayonezlə eləyim, növbəti günü salatı mayonezlə eləyim. Ona görə salatı 2 yerə bölürəm, yarısını zeytun yağından, yarısını isə mayonezlə qatıram və uşaqlar qəşəng onu yeyirlər. Bu mayonezi mən çox sevirəm. Yüngüldür, belə acılığı, bir də bəzi mayonezlərdən qəribə belə iyi gəlir, belə qəribə dad verir. Bu elə bir mayonez deyil, çox qəşəngdir, həm yüngüldür, elə bir ki smetanla eləmisən də salatı. Vəssalam, bu da mənim salatım artıq hazırdır. Qoyacağım indi soyuducuya, biraz dincəlsin. Bütün tərəvəzlər bir-birindən barışsın, qarışsın və dadı onda möhtəşəm olacaq. Qoyuram soyuducuya, özüm isə keçirəm növbəti işimə.
xaçapuri hazırlayıram. Burada deməli pendiri rəndələdim. Mozzarella, yağsız ağ pendir, qalan pendiri hamısını qarışdırdım. Belə bu qədər. Burada yağı əritdim. Un, xəmir hazırlayacağam. Adi, sadə bir xəmirdir. Duz, su və un və salam, başqa heç bir şey. Xəmiri yığım və başlayım eləməyə. Sizi üçün bir ideya olsun. Əgər fikirləşirsiniz, evdə nə bişirərsiniz, ailəni nə ilə yetirərsiniz, bu bir ideya olsun. Əslində mənim videomda, kanalımda daha doğrusu belə video var idi. Mən göstərmişdim və yeni izləyicilər üçün yenə də göstərim necə mən hazırlayıram. Как 4? Может, другая страница 4? Haçapuri hazırlayıram, axırıncı qaldı. Bunu tez çevirdim. O bir tərəf pişəndən sonra təzədən çevirəcəm. Bu tərəfdə yaxşı pişsin. Burada isə hazır olan haçapurilərimizdir. Uşaqlar yavaş-yavaş yeyirlər. Çox qəşəngdir, çox dadlıdır və doyumludur. Bilmirəm, Azərbaycan dilində buna necə düzgün deyilir. Mən bilirsiniz nəyə toxuyuram? O baş üçün
olur belə pavyaska, baş bandı deyəsə deyilir də ona. Belə bir şey toxuyuram. Mən bunu Temudan zakaz eləmək istəyirdim, çünki orada görmüşdüm. Özü də 3 dənə idi, başqa-başqa rənglərdə. Amma hal-hazırda başqa heç bir şey Temudan zakaz eləmək lazım deyil bizə. Temuya girsəm, o qədər şeylər görəcəm ki, amma boş-boşuna pulu xərcləmək istəmirəm. Çünki vacibli heç bir şey yoxdur məndə və ona görə bir dənə bu banddan ötürü zakaz eləyim. Əlavə yenə uşaqlar deyəcəklər mənə filan şeyə zakaz elə, o birisi uşaq deyəcək mənə də zakaz elə və ona görə çoxlu rasxod çıxacaq. Ona görə istəmirəm. Yadıma düşdü ki, məndə evdə belə bir matoklar var və dedim özüm toxuyacağam, çünki mən bacararam axı niyə gedim buna pul verim, həm ipim var və bu nə deyirlər buna? Spitsa. Azərbaycan dilində necə deyirlər? Yəni belə şeylərim varsa, mən niyə gedim alım ki? Və Temudan zakaz eləsəm, gəlib çıxacaq ucu havalar isti olanda, amma mən bu dəqiqə istəyirəm. Və ona görə dedim, başlayım özüm toxuyum. Baxın belə. Qırmızı rəngdə olacaq məndə. Yaxşı alınsa, başqa rənglər də var. Onlardan da eləyəcəm özümə. 2-3 dənə eləyəcəm. Hər dəfə başqa-başqasını taxacam. Və sizə sonra nəticəni göstərəcəm. Burada isə o birləşilən tərəf var. Bunu bantik formasında eləmək istəyirəm. Onu da sizə göstərəcəm necə eləyirlər. Əgər misal üçün siz də toxunmaq istəsəniz, onda sizə göstərəcəm necə toxuyacam. Burada məndə deməli risunka, rezinka gedir. Sadə də eləmək olar, o daha tez toxunulur, amma mən belə rezin istəyirdim ki, belə dartınsın. Belə, nəysə mən davam eləyim işimi və sonda buranı necə birləşdirəcəm, onu sizə göstərəcəm. Əslində elə belə hər iki tərəfini götürüb tikib birləşdirmək olar, amma mən istəyirəm ki, burası qəşəng olsun, bantik formasında olsun. Sizə onu göstərəcəm. Mən уже toxudum və bitdi. Belə alındı məndə rezin formasında. Görürsüz necə dartılır. İndi isə sizə göstərəcəm buranı necə tikmək lazımdır ki, başa taxanda bura bantik forması olsun. Belə məndə alındı. Çox qəşəng
görsənir belə bantik formasında. Özümdə göstərə bilməyəcəm, amma ceyranın indi başına taxarıq. Ceyrandan xahiş eləyərik və bizə göstərsin necə görsənir. Baxın, necə gözəl alındı. Ceyrancıq taxdı və görürsüz burada bantik formasında alındı. Ceyranın çox xoşuna gəldi və o da istədi belə bir başını üçün. Amma məndə saplar yoxdur deyə və ona görə ceyranı toxuya bilmədim. Bugün çıxacağam çölə və ceyranla birlikdə Paverniz ceyran. Ceyranla birlikdə seçəcəyik və ona da toxuyacağam belə bir şey. Burası bütöv, burası isə bantik. Ceyran fırlan. Ay sağ ol. Bu artıq şeyləri indi kəsəcəm. İç tərəfdən də var. Belə artıq şeyləri onları kəsəcəm və olacaq belə qəşəng. Burada qaş məndə var. Görün bəlkə qaşları bura yapışdıracağam, daha da qəşəng olsun. Artıq videomun sonuna gəlib çatıb. Ümid edirəm ki, elə bu sonuncu dəqiqəyə kimi baxmısınız. Hər birinizə mən həmişə kimi can sağlığı arzulayıram. Sevdiklərinizi unutmayın. Biz isə inşallah ki, növbəti vlogda görüşərik. Hələlik.